Bir gün başıma elə bir hadisə gəldi ki, gözlərimin sağlamlığının nə qədər vacib olduğunu həmin hadisədən sonra başa düşdüm. 2020-ci ildə mənə güya individual eynək hazırladılar. O eynəyi taxandan sonra başa düşdüm ki, hər şey gözlədiyim kimi deyil. Çünki eynəyi taxandan bir neçə saat sonra başım ağrımaya başladı, ürəyim bulandı. Hətta huşumu belə itirdim. İşdən çıxıb eynək hazırlanan yerə getdim və ikinci yoxlamada bilindi ki, problem eynəyin pigi dəyərindədir. Yəni ki, bəbəklər arası məsafəni səhv qoyublar və ona görə də mənim gözümə çox böyük ağrı veriblər. Yəni ki, mənə individual eynək adıyla hazır eynək sırmışdılar. O zaman başa düşdüm ki, hazır eynəklər o deyil. Çünki hazır eynəklərin pidi dəyəri standart olaraq 64 mm qoyulub. Amma hər kəsin gözündə pidi dəyəri 64 mm deyil axı. Bu milimetrik dəyər kimi görsənsə belə onun fəsadları gözlərimiz üçün bərbaddır. Ona görə də gözlərimizə qarşı belə bir laqeydlik eləmək istən qalsa axmaqlıqdır. Fox Optikada isə gözlərimi yoxladılar. Hər bir gözü ayrıca təhlil edib, onların arasındakı məsafəni dəqiq ölçüb, mənə düzgün çərçivəni seçməyə belə kömək etdilər. Yəni ki, Fox Optikada təkcə eynəklər satılmır. Burada birbaşa olaraq gözlərimizin qayğısına qalırlar. Fox Optika, gözlərimizin dostu.